Salam değerli şagirdlər. Bugünkü dərsimizdə mövzu sınaq imtahanı 24-ün suallarına baxacağıq inşallah. Birinci sualdan hemen başlayaq. Manna dövlətinin daxili siyasətinə aiddir. Deməli, burada biz daxili siyasətə nəzər yetirməliyik. Vilayət hakimlərinin öz başlarına qarşı mübarizə aparılması bəli. Bilirik ki, Manna dövlətinin hökmdarı İranzu vilayət hakimlərinin öz başlarına qarşı mübarizə aparmışdı. İşğal edilmiş torpaqlarda qaytarılıb xarici siyasətdir. Vahid dövlət şəklində birləşdirməyibdir Azərbaycan torpaqlarını. Şimal Albaniya onu Manna dövründə Albaniya ilə qonşu ola bilməz. Çünki Albaniya daha sonra yaranıb. Aşurla ittifaqa girməsi bu da xarici siyasətdir. Ona görə cavab A-dır. İkinci suala baxırıq. 1918-ci ilin payızında, uşaqlar payızında əgər deyirsə, biz payız fəsilinə aid olan ayları bilməliyik. Yəni 1918-ci ilin sentyabr, oktyabr və noyabr aylarında baş verən hadisələri götürməliyik. Bakı şəhəri işğalçılardan təmizləndi. Biz bilirik ki, bu deməli sentyabrın 15-i baş vermiş hadisədir. Ona görə də payızdır. Doğru cavab A-dır. Digər deməli ifadələr, cavablar yanlışdır. Davam edirik. Üçüncü sual Azıq mağarasını aşkar edilməmişdi. Yəni Azıq mağarasında 1960-cı illərdə qazıntı işləri apararkən tapılmışdı. Daş əmək alətləri, müxtəlif heyvan sümükləri, ocaq izləri və insan alt çənə sümüyü. Amma ox ucluqları oradan aşkar edilə bilməz. Çünki ox və kaman daş dövrünün ortalarında istifadə edilməyə başlayıb. Ona görə də Azıq mağarası isə daş dövrünün əvvəlinə, yəni qədim daş dövrü dediyimiz daş dövrünün əvvəllərinə aiddir. Ona görə cavab Y-dir. Yəni bir daha deyirəm, Azıq mağarasındakı insanlar ovçuluqla məşğul olsa da ox və kamandan istifadə etməyib. Ona görə oradan ox ucluqları tapılması mümkün deyil. Dördüncü suala baxırıq. Verilmiş dövlətlərdən heç birinin aid olmasın. Burada 3 qədim dövlətimiz verilib. Üçü də xarici hücumlara məruz qalıb. Şimalda yaranıb Albaniya aiddir. Çin ilə əlaqələr saxlayırdı Atropatena. Xəzər dənizindən şərqdə yerləşirdi heç biri. Çünki hər üç dövlətimiz Xəzər dənizindən şərqdə yox, qərbdə yerləşir. Ona görə də D cavabı doğru cavabdır. Üçü də qədim Azərbaycan dövlətidir. 5-ci suala baxırıq. 20-ci yüzilliyin əvvəllərinə aiddir. 20-ci yüzilliyin əvvəllərinə aiddir. Deməli, Azərbaycanda iki respublika quruldu. Bəli, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Tiflis Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı ola bilməz. Səhvdir. İlk paytaxtımız Gəncə şəhəri olmuşdu. Sonra Bakı olmuşdu. Çünki Bakı işğal altındaydı. 3. İrəvanda qondarma erməni vilayəti yaradılması bu 19-cu əsr hadisəsidir. Şimal torpaqları Çar Rusiyasının müstəmləkəsi olaraq qalırdı. Bəli, qalırdı. 1917-ci ilə qədər Bakıda Sovet hakimiyyəti qurulmuşdu. Bəli, qurulmuşdu. Çünki Bakı Soveti ilə Bakıda Sovet hakimiyyəti qurulması deməkdir. Biz bilirik ki, sentyabrın ayına qədər 1918 Bakı Bolşeviklərin nəzarəti altında olub. Ona görə də bu da olmaz. Bu da olar daha doğrusu. Burada cavab 1, 4, 5, yəni B cavabıdır. 6-cı suala baxırıq. Uyğunluq pozulmuşdu. Türk hökmdarları olan Arslanşah ilə Qızıl Arslana aid oxşarlıq sultan titulu daşımaları. Bəli, hər ikisi sultan titulu daşıyıb. Bizdə uyğunluq pozulmuşdu istəyir. Burada uyğunluq pozulmayıb. Ona görə bunun üstünə xətt çəkirik. 10-cu əsrin axırlarında Bərdə inkişaf etmiş şəhər ola bilməz. Bəli, burada uyğunluq pozulub. Doğru cavab verir. Digər ifadələrdə heç bir uyğunluq pozulmağından söhbət gedə bilməz. Doğru cümlələrdir. 7-ci suala baxırıq. 16-cı əsrin 50-ci illəri, yəni bu eləyir 1550-ci illər. Bu illərə aid Azərbaycan tarixinə aid hadisəni tapmalıyıq. Ərdəbilin paytaxt şəhərlərdən biri olması xeyir. O dövrdə paytaxt Təbriz idi. Təbrizdən Qəzvinə köçürülüb paytaxtı Səfəvilərin, Qəzvindən də İsfahana. Ona görə Ərdəbil paytaxt ola bilməz. Şəkidə Xan sarayının tikilməsi 18-ci əsrə aiddir. Uzun Həsən bütün fəaliyyəti 15-ci əsrə aiddir. Səfəvilər Osmanlılar arasında ilk toqquşmalar 1514-cü ildə olub ilk toqquşma Çaldıran döyüşü. Bu da 10-cu illər eləyir. Ona görə bu da olmaz. Azərbaycan torpaqları Səfəvilər dövlətinin tərkibində olmuşdur. A cavabı doğru cavabdır. 8-ci suala baxırıq. Səfəvilər dövləti Eldənizlər dövlətinə fərqli olaraq əlbəttə ki, Çar Rusiyası ilə mübarizə aparmışdır. Məncə bu çətin deyil. Bunu bilmək. Digər ifadələr ya Eldənizlərin fərqidir və yaxud da hər ikisinə aid olan ifadələrdir. 9-cu sualda Bərdənin yerləşdiyi ərazini istəyir. Çünki Rusların, Slavyanların 944-cü ildə hücumuna məruz qalmış şəhər Bərdədir. Bərdə də bu xəritədə 1-dir. 2 Gəncədir, 3 Şəkidir, 4 Şamaxı Qəbələdir, 5 də Şamaxıdır. Ona görə 1 A cavabı doğru cavabdır.
10-cu sual Xürrəmlər hərəkatının nəticələri. Xürrəmlər müstəqil dövlətmi yaratdı? Xeyr, yatırıldı amansızlıqla. Ərəb xilafəti zəiflədi, bəli. Afşin yeni bir dövlət yaratdı mı? Xeyr. Hərəkat amansızlıqla, bəli, yatırıldı. 2-4, yəni Y cavabı doğru cavabdır. 11-ci sual şəhərlərlə bağlı sualdır. Sxemi tamamlamaq lazımdır. Şeyx Səfi məqbərəsi yerləşir həmən şəhərdə. 16-cı əsrdə Səfəvilərin tərkibində olub. 13-cü əsrdə Monqolların hücumuna məruz qalıb. Buradan 13-cü əsrdə bütün şəhərlərimiz Monqolların hücumuna məruz qala bilər. 16-cı əsrdə bütün şəhərlərimiz Səfəvilər tərəfindən idarə oluna bilər. Çünki Azərbaycanı birləşdiriblər. Şeyx Səfi məqbərəsi hər şeyi həll edir. Bilirik ki, bu Ərdəbil şəhəridir. Cavab Y. 12-ci sual verilən dövlətlərdən heç birinə aid olmasın. Şirvanşahlar, Ağqoyunlu və Səfəvilər dövləti. Paytaxtının İsfahan olması Səfəvilər dövlətinə aiddir. Osmanlı ilə mübarizə aparmaq Ağqoyunlu və Səfəvilərə aiddir. Demək, Böyük Moğol dövləti ilə həmsərhəd olmaq Səfəvilərə aiddir. Kür çayından şimalda yaranmaq deməli Şirvanşahlara aiddir. Sovet Rusiyası ilə hücumuna məruz qalmaq əlbəttə ki, heç birinə aid deyil. Burada Sovet ifadəsinə fikir vermək lazımdır. Çünki Çar Rusiyası olsaydı biz bunu Səfəvilərə aid edə bilərdik. Sovet Rusiyası özü 1917-ci ildə yaranıb. Təbii ki, bu zamanı artıq bu dövlətlərimizin heç biri ola bilməz. 13-cü suala gəlirik. Uyğunluq gözlənilmişdir. İntibah mədəniyyət dövründə Şirvanşahların paytaxtı Dərbənd olmuşdu. Xeyr, yanlışdır. 12-ci əsrdə Atabəy Eldəniz Azərbaycanın şimal torpaqlarının bir hissəsinə hakim təyin edilib. Bu doğru ifadədir. Çünki 1136 12-ci əsr eləyir. Digər ifadələr yanlışdır. Niyə? Çünki C-də yazır ki, 15-ci əsrin əvvəllərində Həsən bəy yeni dövlət yarada bilməz. Çünki 15-ci əsrin ikinci yarısında yaradıb. Şah İsmail Təbriz şəhərində yerləşən Şeyx Səfi məqbərəsində dəfn edilməyib. Çünki elə birinci növbədə Şeyx Səfi məqbərəsi Təbrizdə yox, Ərdəbildə yerləşir. Düzdür, Şeyx Səfi məqbərəsində dəfn edilir, amma məsələ burasındadır ki, bu Şeyx Səfi məqbərəsi Təbrizdə yox, Ərdəbildə yerləşir. Cümlə yanlışdır, olmaz. Və 9-cu yüzillikdə, deməli 9-cu yüzillik ortalarında Azərbaycan cənub torpaqlarında Sacoğlu dövləti yaranmışdır. Xeyr, kitabımızda da qeyd edildiyi kimi Sacoğlu dövləti 9-cu əsrin sonlarında yaranıb, bu da olmaz. Burada da uyğunluq pozulub. Deməli, bir daha deyirəm, doğru cavab verir. 14-cü sual eyni əsrə aiddir. Manna dövləti süqut etməsi eradan əvvəl 6-cı əsr, Atropatena yaranması eradan əvvəl 4-cü əsr, Gülüstan müqaviləsi 19-cu əsr, 1-ci Dünya müharibəsi 20-ci əsr, Elxanilərin yaranması 13-cü əsr, Marağa rəsədxanası 13-cü əsr, 1259, ona görə də doğru cavab C-dir. İslam dininin yaranması 7-ci əsr, Xürrəmlər hərəkatının başlaması əslində 8-ci əsrdir, amma lap deyəlim 9-cu əsr bizim kitabda əsasən orada əhatələndirsə də, deməli 7-9, bu da olmur. Bərdənin paytaxt şəhərə çevrilməsi 5-ci əsr, Bəbəkin ərəblərə qarşı vurulması 9-cu əsr, bu da olmaz. Ona görə də C cavabı doğru cavabdır. 15-ci sualda deməli Atropatena ilə Albaniya dövlətinə aid oxşarlıq istəyir. Xəritədə də görürsünüz zaten. Baxırıq doğru cavablara. Bu iki dövlətin oxşarlığı nə ola bilər? Eradan əvvəl 1-ci minilliyin ikinci yarısında yaranmaq heç birinə aid deyil. İkinci yarısında yaranıblar. Orta əsrlər dövründə yaranan dövlət olmaları xeyr. Çünki hər ikisi qədim dövrdə yaranıb. Sərhədlərinin bir hissəsi Araz çayına qədər uzanırdı. Bəli, xəritədə də göstərəcəm. Doğru cavab budur. Urmiya göl ətrafında yaranmaq bu Atropatenaya aiddir. Bütün Azərbaycanda heç bir birləşdirməyib. Baxın, buradan aydın şəkildə görəcəyik. Sərhədlərinin bir hissəsinin Araz çayına qədər uzanması. Baxın, bu Araz çayıdır. Kür çayına tökülür. Görürsünüz, Atropatena şimal hissədə də sərhəd çayı Araz çayıdır. Albaniyanın isə cənub hissədə sərhəd çayı Araz çayıdır. Deməli, hər ikisi sərhədinin bir hissəsi Araz çayına qədər uzanır. 16-cı sual İstiqlal bəyannaməsinə aiddir. Azərbaycan Milli Hökumətinin qurulmasını bəyan etməsi, bəli. Müsavat təşkilatı tərəfindən qəbul edilməsi yanlış. Bakı şəhərində elan edilməsi yanlış. Tiflisdə elan edilməsi doğru. Bolşeviklər tərəfindən xeyr, milli qüvvələr tərəfindən qəbul edilib. Ona görə 1-4, yəni D cavabı doğru cavabdır. 17-ci suala baxırıq. Uyğunluq gözlənilmişdir. Deməli, Osmanlı Türk qoşununun köməyi ilə Daşnaq Bolşevik işğalçıları təmizləndi Bakı şəhərindən 15 sentyabr hadisəsi. Ona görə bu doğrudur cümlədir. Digərləri yanlışdır. Niyə? Cümhuriyyətin yarandığı elan edildi paytaxt Bakıda xeyr, Tiflisdə. Çünki Bakı erməni Daşnaq qüvvələrinin əlində idi o dövrdə. Xalq Cümhuriyyətinin Nazirlər Şurasının ilk başçısı Məmməd Əmin Rəsulzadə deyil, Fətəli xan Xoyskidir. Yanlış. 1918-ci il mart ayında soyqırımın qarşısını Cümhuriyyət ala bilməz. Çünki Cümhuriyyət özü soyqırımdan sonra mayda yaranıb.
Xalq Cümhuriyyətinin ilk paytaxtı Tiflis şəhəri deyil, ola da bilməz. İlk paytaxtı Gəncədir. Tiflis çünki Gürcüstanın paytaxtıdır. Biz bunu bilməliyik. Bu da yanlış. 18-ə gəlirik. Xronoloji ardıcıllıq. Üçrəngli bayrağımız noyabr 1918. Bakının təmizlənməsi 15 sentyabr 1918. Sonra deməli Bakı Dövlət Universiteti də 1919-cu ildir. Ona görə də biz burada 2-1-3 olaraq götürməliyik. 2-1-3, yəni D cavabı. 19-cu sual. Şirvanşahlar dövlətinin mövcud olduğu dövrə aid deyil. 9-16-cı əsr olmasın. Deməli, vahid dövlət halında Azərbaycanın birləşdirilməsi baş verib bu arada. Ərdəbil hakimliyi 13-cü əsrdə yaranıb, baş vermiş hadisədir. Araz çayının şimalda yeni dövlət yarandı. Bəli, Eldənizlər 12-ci əsrdə yaranıb. Monqol mənşəli dövlətlər tərəfindən Azərbaycan bir müddət idarə edilib. Bəli, 13-cü əsrdə demək Elxanilər, 14-cü əsrdə də Cəlaliləri nəzərdə tutmaq olar. Ərəb ordusu tərəfindən Bəz qalasının ələ keçirilməsi bu 837-ci ildir və bu hadisə baş verəndə, Xürrəmlər hərəkatı baş verəndə, yəni hələ ki Azərbaycan ərəblərin əsarəti altındaydı və Şirvanşahlar dövləti ola bilməz. Çünki Xürrəmlər hərəkatı yatırılandan sonra xilafət zəifləməlidir və bir müddət sonra Azərbaycanda yeni dövlətlər yaranır, o cümlədən Şirvanşahlar yaranır. Davam edirik. 20-ci sual. Daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Şirvanşahlar dövlətinin Eldənizlər dövlətindən asılı hala düşməsi. Bu 12-ci əsrdir. Şirvanşahlar dövlətinin Qızılbaşlarla mübarizəyə başlanması 15-ci əsr. Elxanilər dövlətinin yaranması 13-cü əsr. Şəmsəddin Eldəniz Böyük Atabəy olması 12-ci əsr. Səlcuq dövlətinin meydana gəlməsi 11-ci əsr. Dolayısıyla burada 11-ci əsrdə baş verən hadisə əvvəl olan hadisədir. Ona görə də cavab Y-dir. Açıq suallara gəlirik. Sonuncu qapalı sualımız daha doğrusu. Aşağıdakı xüsusiyyətlər hansı tarixi şəxsiyyətimizə aiddir? Coğrafiya, astronomiya və digər elmlərlə məşğul olub, tarix elmimizin inkişafına böyük rol olub. Təbii ki, bu Abbas Qulağı Bakıxanovdur, C cavabı. 22-ci sual, ilk açıq sualımızdır. Klaster tamamlamaq lazımdır. Söhbət Səfəvilər dövlətindən gedir. Azərbaycan dilini dövlət dili elan edib. Digər 3 cavabı tapmalıyıq. Çaldıran döyüşündə deməli, Çaldıran düzü ərazisinə daxil idi. Bəli, Çaldıran düzü Səfəvlərin ərazisinə daxildir. Bunu görmək üçün xəritəyə baxmaq lazımdır. Səfəvlərin xəritəsində orada aydın şəkildə yazılıb. Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlətin tərkibində birləşdirilməsi xeyr. İlk dəfə bunu sazilər eləyib. Cənubda Rusiya dövləti ilə həmsərhəd olması xeyr, şimalda həmsərhəd olub. Şirvanşahlar dövlətinin varlığına son qoyub və 18-ci əsrdə Azərbaycanın bir hissəsini ələ keçirən Osmanlı dövlətini məğlub edib. Burada məsələ Nadir xanın torpaqları qaytarmasından gedir. Bu da doğru. Dolayısıyla 1, 4, 5 burada doğru cavab. 23-cü sual xronoloji ardıcıllıq müəyyən etmək lazımdır. Azərbaycanda Sovet hökumətinin qurulması 1920-ci il, aprelin 28-i, Birinci Dünya müharibəsinin başlanması 1914-cü il, Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi 1917-ci il, ona görə də ardıcıllıq 2, 3, 1 şəklində olmalıdır. 24-cü sual, 15-ci əsr Azərbaycan tarixinə aid deyil. Ərdəbilin Səfəvi şeyxləri tərəfindən idarə olunmaya başlanılması aid deyil, bəli, çünki 13-cü əsrdə başlayıblar idarə etməyə. Təbrizin paytaxt şəhəri olması 15-ci əsrdə olub. Qaraqoyunlarla Şirvanşahlar döyüş baş verib, Qara Yusif ilə Şeyx İbrahim arasında olmuş hadisədir. Səfəvi Osmanlı müharibələrinin başlanması ola bilməz, çünki 16-cı əsrdən başlayır. Təbrizdə Göy məscidinin inşa edilməsi, bu da 15-ci əsr hadisəsidir. Demək, Cahanşahın göstərişi ilə inşa edilib. Kitabımızda da bu haqda xüsusi bir foto şəkil də var. Deməli, 13-16, burada nədir? 1 ilə 4 doğru cavabdır. Və sonuncu suala gəlirik. 25-ci sual uyğunluq sualı. Deməli, burada şərtə diqqətlə oxumalıyıq. Bəzi şagirdlərimiz buna aldanıb. Şərtdə görürsünüz, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olan uyğunluq istəyir. Yəni, sırf 18 və 20-ci ildəki olan hadisələri istəmir. Çünki elə 18-ci ildə elə hadisə var, Cümhuriyyətə aid deyil. Eyni zamanda 1920-ci ildə də elə hadisə var, yenə Xalq Cümhuriyyətinə aidiyyatı yoxdur. İstiqlal bəyannaməsinin elan olunması 1918-ci ildə olub, ona görə də 1-ə bunu götürməliyik. Əsgəran yaxınlığındakı döyüşdə erməni qüvvələrinin məğlub edilməsi, bu da 1920-ci ildə olub. Bakı Dövlət Universitetinin fəaliyyət göstərməsi, bu zaten 1919-cu ildə heç birinə aid olmur. Mat soyqırımı da, bax, aldadıcı məsələ budur. 1918-ci ildə olsa da Xalq Cümhuriyyətinə aidiyyatı yoxdur, ona görə o da olmaz. Ona görə 1 olur A, 2 olur B.
Əziz şagirdlər, bu dərsimizdə başa çatdırdıq. İnşallah növbəti video izahlarda görüşənə qədər sağ olun, salamat qalın.